Bugün bu arxamda gördüyünüz köhnə məktəbi gecə vaxtı girəcəm və nə olub bitdiyini sizə görəcək. Görək başımıza nə gələcək dostlar. Və dostlar, yavaşdan birinci binamıza daxil olaq. Da tarixçi ağalar var. Gördünüz üzrə. Burada divarda gözəl sanat əsərləri var. Gördünüz üzrə. Bomba bir şeydir. Eyni otaq kimidir. Odunlar var, yəqin oturmaq üçündür. Pəncərələr çox gözəl haldadır. İnşallah bu da ruh çıxmaz. Gecə vaxtı girmişik çünki çox bomba. Qəşəng. Dünyanı sənin, sən ama sən yaşa canım. Neyse. Neyse, burada da bufet ya da müəllimlər otağıdır. Eyni bizim məktəbin, köhnə məktəbin heləcisi var. Burada elədir. Bir dənə dostumuz qəşəng bir dənə vaskin təklifdir. Hoşuma gəldi, öpürəm. Nə gözəl sözlər var. Gördünüzsə, bu da belə ayrıca bir otaqdır. Bura kilitlidir. Vay vay vay. Süpürgə var, yağın biraz süpürürlər. İşıq da var, qəşəngcənə. Bomba kimi. Yuxarılar dağımlığım deyə gördünüzsə. Nələr var ha burada. Bilal Hoca otağına daxil olduq. Yenə bulan kol basıb. Qəşəng yaraşır. Qapı dağımlığım. Yuxarı dağılmış. Bura kilitlidir. Allah dostlar, qorxuram. Gecə vaxtıdır. Tam gitmək istəmirəm ya Allah, qorxuram. Gördünüz də burada belədir. Yəni təxmini olaraq dostlar, oradan bura kimi qəşəng bir köhnə məktəb. Hamısını gəzdik. Dostlar, belə videonun davamı gəlməsi istə kanala abunə ol və like atmayı unutmayın.